Malik Davis 26 yaşlı Amerika vətəndaşı. Polisten kaçmak için birçok sebep var. Speed right now is about 35. Avtomobilden gelen çoklu silah seslerinden sonra polis Davis'i takip etmeye başladı. Sirenayı işe salsa bile sürücü kaçmaya devam etti. O bunun böyük bir səhv olduğunu birazdan anlayacaktı. Dəqiqəlik izləmədən sonra polislər onu təqib etməyə davam etməyin çox təhlükəli olduğunu qərarına gəlirlər və təqibi dayandırırlar. Javier Cummings demək olar ki, heç kəs bu adamın uğurlanmış polis maşını ilə qaçmağı bacardığını, lakin gözlədiyindən daha tez tutulduğunu təxmin edə bilmədi. Y'all do not walk up on this car. We got enough people up here. Dog! Press the dog! He's on the move again in a Coco K9 Explorer going north on 95. Air 1, follow that car. You got another car. Air 1, Skyline is still northbound. Vehicle dealing with them, block your doors. Just stick it. Alright. Delta 32, advise north. Which car? The Coco car? Coco SUV, Coco SUV. In the shoulder right now. Stick it from both Port Orange units. Full stick it. Are there guns in the front of the car? Ask the K9 handler from Coco. He says yes, there probably is. Sürətli düşünən polislər avtomobilin təkərlərini deşən və onları yavaş-yavaş dayandıran bir polis avadanlığı ilə avtomobilin sürətinin qarşısını ala biliblər. Təkərlərinin yararsala düşdüyünü görən sürücü tezliklə sürəti azaltmaq məcburiyyətində qalacaq. Əks halda özü təhlükəli vəziyyətdə qarşılaşacaqdır. Alright, he's braking for the median, guys. He's braking for the median. Braking for the median. Everybody slow down. Don't ball up here. It's underneath the wires. Underneath the wires.